Bel ağrıları əsasən də ikinci trimestrdən başlayan bel ağrıları hamilələri çox narahat edən şikayətlərdən biridir. Bəs hamilələrdə bel ağrılarının olması nəyin səbəbidir? Əsasən hamiləlik dövründə artan çəki, hamilələrin özündən razı yerişi, dayaq hərəkət aparatına düşən ağırlığı yerin dəyişməsi, vitamin D, kalsium yetməməzliyi və bir də qanda artan relaksin hormonu fonunda hamilələrin çox etdiyi şikayətlərdəndir bel ağrıları. Bəli, relaksin hormonunun artması sümük oynaq sisteminə təsir göstərir və bu yumşalmalar da özünü bel ağrıları şəklində təzahür edir. Bəs hamilələr bu ağrını azaltmaq üçün və yaxud da bu ağrıların profilaktikası üçün nələrə diqqət eləməlidir? İlk öncə çalışın, çox çəki almayın və vitamin D, kalsium yetməməzliyinin qarşısını almaq üçün bu qan testlərini verərək lazım gəldikdə bu minerallarla zəngin vitamin komplekslərini istifadə edəsiniz. Bir də hamilələrə tövsiyəm odur ki, 4-5 santimlik ayaqqabılar, əsasən də ortopedik ayaqqabılar, çox hündür olmayan ayaqqabılar seçiminiz olsun. Bu dayaq hərəkət orqanına düşən təzyiqi azaltmış olur. Bir də çalışın, oturaq vəziyyətdə ayaqlarınızı masaj edəsiniz. Çox ayaq üstündə qalmayasınız və hamiləliyin ikinci trimestrdən sonra hamiləlik bandajlarına da üstünlük verəsiniz.